Bizdə ümumiyyətlə xidmət keyfiyyəti də çox aşağıdır. Razısan məndən? Hələ də bölgələrdə Qəbələdə bir restoranda oturmuşuq, ailəmizlə getmişdik. Görmüşük ki, birinci setapı gətirər, boşqabı gətirər, salfetkanı gətirər, salatları gətirər. Ofisant birinci gətirib qabağımıza qoyub sacı, nə boşqabı var, nə salatı var. Biz deyirik ki, get oradan boşqab gətir. Biz deyirik ki, oradan get salat gətir. Yəni ofisant bu dərəcədə olmamalıdır. bunu kimlər eləyir? Bu şəraiti kimlər yaradır? Bunun üçün mən yəni buradan Turizm Nazirliyinə də yəni bildirmək istəyirəm ki, peşəkar kurslar yaradılsın. Peşə ofisantlar yetişdirilsin, otellər üçün resepsiyonlar yetişdirilsin, HK nümayəndələri yetişdirilsin. Əgər biz bu turizmi inkişaf elətdirmək istəyiriksə, xidmətdən başlamalıyıq və peşəkar xidmət göstərməliyik. Bir məsələ də var ki, ofisantı öyrətirsən, bir ay onun üzərində əziyyət çəkirsən, sabah görürsən ki, o ofisant yoxdur, çıxdı, getdi başqa bir yerə.